Hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə sizlərlə CorelDRAW proqramında broşurların hazırlanması haqqında danışacağım. Broşurlar bir üzdən də ibarət olur, iki üzlü broşurlar da ola bilər və yaxud da bu şəkildə olduğu kimi üç üzlü broşurlardan da ibarət ola bilər. Bugün sizlərlə üç üzlü broşurların hazırlanması haqqında danışacağıq. Bu tipli broşurlar hazırlayarkən səhifənin səmtinə və ölçüsünə mütləq diqqət etmək lazımdır. Bizdə hal-hazırda A4 və portret formadadır. Mən yuxarı hissədə vərəq ölçüsündə dəyişiklik etmirəm, çünki A4 ölçüsündə qalmalıdır. Lakin yuxarı hissədə portret yox, albomunu seçirəm. Əlavə olaraq isə broşur hazırlayarkən ölçünü düzgün şəkildə qeyd etməlisiniz. Ölçü vermək üçün iki üsuldan istifadə edə bilərik. Onu qeyd edim ki, broşurların ölçüsü 99 mm-nin 210-a götürülür. Əslində bu 3 bərabər hissəyə bölünür. Bunu etmək üçün də biz sadəcə Rectangle tool aləti ilə hər hansı bir fiqur çəkirik. Yuxarı hissədə 99, aşağı hissədə isə 210 qeyd edirik. Və fiqurumuzu tam vərəqimizin kənar hissəsindən olacaq şəkildə yerləşdiririk. Təkrar 3 fiqur kopyalanmalıdır. Bunun üçün Ctrl+D vasitəsilə 3 fiquru təkrar şəkildə kopyalayıb və vərəqdə yerləşdirə bilərik. İlk üsulumuz bu üsuldur. Bunu hansı üsul lazım olduqda edirik? Əgər bizdə vərəqlərimizdə ayrı-ayrı rəng tonlarından istifadə olunacaqsa, məsələn, bu hissə mavi, bu hissə sarı, belə olduqda bu üsuldan istifadə etmək daha məqsədə uyğundur. Vərəqləri 3 hissəyə bölmək üçün bir üsul daha var. Bunun üçün isə millimetri dəyişməlisiniz, burada saxlayırsınız. Daha sonra Rectangle tool aləti ilə bir A4-ün içərisində əvvəlcə fiqur çəkirəm. Daha sonra isə bu hissədə verilmiş ədəddən sonra drop işarəsi əlavə edib 3 yazıram. Belə olduqda avtomatik vərəq 3 bərabər hissəyə bölünmüş olur. Lakin mənə sadəcə mərkəzdə belə bir fiqur verir. Yəni fiqurumu mərkəzdə qeyd edir. Sol sağda qeyd etmir. Yenidən Ctrl+D ilə kopyalaya bilərsiniz. Əgər rəng tonları eyni olacaqsa heç buna ehtiyacı da yoxdur. Yəni olduğu kimi də qala bilər. Daha sonra qeyd etməli olduğunuz nələr var burada? Məsələn, arxa fonda bu tipdə şəkillər ola bilər ki, olsun. Bunun üçün mən Pinterestdən istifadə edirəm. Pinterestə daxil olub axtarış hissəsində background yaza bilərsiniz. Baxın, burada məsələn məndə pizza və background qeyd olunur. Belə olduqda bir çox hazır şablonlar gəlmiş olacaq, arxa fonlar gəlmiş olacaq. Mən o dizaynı Canva-dan hazır şəkildə götürmüşəm deyə, ona görə eynisi olmaya bilər, amma ona oxşar olan hər hansı bir background-u seçə bilərik. Background-u kopyalamaq mümkündür və yaxud da birbaşa kompüterin yaddaşına da saxlanət edib yükləyə bilərsiniz. Kopyalamağı daha çox məsləhət görürəm. Həm tez olur, həm də şəkillər kompüterin yaddaşına da getmir. Kopyaladıqdan sonra Ctrl+V vasitəsilə ekrana əlavə edirik. Ölçü olaraq ölçü böyük ölçüdə qeyd olunub. Biz bunu bir A4-ümüzə yerləşəcək şəkildə kiçildə bilərik. Çünki bizə lazım olan əsasən kiçik ölçüdür. Bununla vaxt getməsin deyə mən birbaşa vərəq ölçümü Ctrl+C ilə kopyalayıram və bu hissədə Ctrl+V ilə yerləşdirirəm. Enter ilə təsdiqlədikdə o özü birbaşa olacaq. Həmçinin aşağını da Ctrl+C və Ctrl+V edə bilərsiniz və bu formada yerləşdirə bilirik. Diqqət etsəz, biraz şəkilimizdə kiçik bir görünüş fərqi oldu. Mən aşağı hissəyə biraz çıxarıram və kənarda qalan hissəni kəsəcəm ki, istənməyən bir görüntü olmasın. Bunun üçün də Rectangle tool aləti ilə aşağıya belə bir fiqur əlavə edirsiniz. Shift-i sıxıb saxlayaraq aktiv olan fiqur yox, arxada olan şəkili sıçanın sol düyməsi ilə seçirsiniz.
Daha sonra shippingdə trim əmri ilə kənarda qalan hissəni rahat şəkildə kəsə bilərsiniz. Bunu bütün şəkillər üçün etmək olur. Hətta baxın, burada pizzanın kənarı və yaxud da yuxarı hissəsi də bu üsulla kəsilib. Yaddaşda pizza şəkilləri olmalıdır. Hətta onlardan hər hansı birinin üzərində göstərə bilərik. Bir dəqiqə, məsələn bu deyək ki, əgər arxa fonu silinmiş bir şəkildirsə, bəli, bu silinmiş bir şəkildir. Məsələn, mən deyək ki, bu pizzanı əlavə etmək istəyirəm aşağı hissəyə. Lakin burada kənarda qalan hissələr mənə maneçilik törədir. Elə olduqda Rectangle tool alətini yenidən götürürəm və kənarda qalan hissəyə fiqur əlavə edirəm. Hətta Ctrl Plus'la bu formada tam yerləşdirə bilərsiniz ki, kənar hissəyə çıxmasın. Shift'i sıxılı saxlayaraq şəkili aktiv edirsiniz. Sıçanın sol düyməsi ilə yenidən shippingdə trim edərək həmin hissəni kəsirsiniz. Və bu üsulla avtomatik şəkil əlavə etmiş olacaqsınız. Eyni şəkilləri axtarıb da tapa bilərik. Mən vaxt getməsin deyə sadəcə digər şəkillər üzərində izah edəcəm. Əlavə olaraq burada pizza mizza yazısı var və yuxarıda olan fiqur var. Onların əlavə etməyi deyəcəm. Gerdə qalan bütün yazıları burada text tool aləti ilə rahat şəkildə yazıb dizaynımızı yekunlaşdıra bilərik. Bu fiquru biz buradakı fiqurlardan axtarıb tapsaq eyni nəticəni ala bilməyəcək. Çünki eyni fiquru burada tapmaq biraz çətindir, yəni burada olmaya bilər. Biz bu fiqurun eynisini çəkərək ekrana əlavə edəcəyik. Bunun üçün bizə lazımdır alətlər panelimizdə olan Spline tool aləti. Spline tool alətindən hal-hazırda istifadə edə bilmirəm. Bir dəqiqə kopyalayıb istifadə etməyə çalışım vərəqi. Bəzən bu panel görünmür. Elə olduqda vərəqi kopyalayıb birbaşa işarələri geri gətirirəm. Burada digər işarələr çoxdur. Bunlar haqqında digər dərslərdə ətraflı məlumat verəcəm. Sadəcə bizə lazım olan hələ ki Spline alətidir. Ona görə də bu aləti seçirəm. Daha sonra istəsəniz bu alətlə digər boş bir hissədə də istədiyiniz fiqurlar çəkə bilərsiniz. Amma məndə hazır artıq fiqurum var deyə bunun üzərindən gedərək eyni fiquru yaratmağa çalışacağım. Bunun üçün hər hansı bir başlanğıc nöqtə qeyd edirəm və sıçanın sol düyməsi ilə bunun kənarlarından çərçivələri almağa başlayıram. Hər hansı bir hissəni yanlışlıqla düzgün etməyə bilərsiniz. Elə olduqda backspace vasitəsilə təkrar da ayırmaq mümkündür. Məsələn, bu hissələr çox istədiyim kimi deyil. Biraz kənarlara doğru getməlidir ki, düzgün olsun. Belə. Bax, getməsin deyə çox diqqətlə etmirəm. Baxın, belə bir problem yaşanır. Kənar hissə düz olmalıdır. Elə olduqda bir dəfə yenə sıçanın sol düyməsinə toxunun. Təkrar düz xət kimi çəkə biləcəksiniz. Həmçinin bu hissədə də elə. Sıçanın sol düyməsinə toxunuram və düz xət çəkirəm. Biraz yaxın məsafədə saxlamalıyıq ilk öncə və yenidən uzaqlaşdıra bilərik. Sonunda birləşdirərkən eyni üsuldan istifadə edəcəyik. Pick tool alətini götürürük və bunu buradan çıxarırıq. Eyni renk tonu istəyiriksə buradan color edərək yaxınlaşıb birbaşa fiquru rəngləyə bilərik. Kənarlarına yaxınlaşıb yenidən sol düyməyə toxunaraq kənar hissələrində eyni renk tonunda edə bilirsiniz və avtomatik bunu istədiyimiz hissədə yerləşdirə bilirik. Hətta ölçünü tənzimləmək və yaxud da yerləşdirmək sizin istəyinizdən asılıdır. Belə. Əlavə olaraq burada başqa nələr var? Yuxarı hissədə olan yazı. Bu yazını əlavə etmək üçün bizə lazımdır ilk öncə text tool aləti ilə eyni yazını ekranda yazmaq. Mən yazını qeyd edirəm. Yazı tipi olaraq Arial seçilib deyə i hərfini vermir. Bu hissədən biz istədiyimiz yazı stilindən istifadə edə bilirik. Bir dəqiqə.
dil də ingilis dilindədir əslində. Klaviaturanın dili ingilis dilindədirsə i hərfini verməyəcək. Dili dəyişib yenidən yazaq. Yazını qeyd etdikdən sonra rectangle tool aləti ilə dairə çəkirik və yazının rəngin, qalınlığını burada da müəyyənləşdirə bilərsiniz, sonradan da müəyyənləşdirə bilərsiniz. Daha sonra tekstə daxil oluruq və tekstdə belə bir əmr var. Bu əmri seçirik və dairəyə yaxınlaşanda baxın bu formada gəlmiş olacaq. İstədiyimiz qədər ölçünü genişləndirə bilirik. Rəng tonların dəyişə bilirik yazının. Bu formada qalır. Daha sonra isə dairəni delete vasitəsilə silirəm. Bir dəqiqə. Yazının hələ ki belə saxlayaq. Çünki görmək çətin olur deyə. Daha sonra yazını istədiyim hissədə yerləşdirirəm və rəng tonunu dəyişirəm. Dediyim kimi yazı tipi, qalınlığı bunları tənzimləyib daha düzgün şəkildə də dizaynı tamamlaya bilərsiniz. Əlavə olaraq isə burada deyəcəyim başqa bir şey yoxdur. Eyni dizaynı qursam çox vaxt aparacaq. Yazılar, şəkilləri axtarmaq biraz vaxt aparacaq deyə eynisini qurmuram, amma sizin bilməli olduğunuz əsas anlayışlar bunlardır. Sadəcə ilk görüşdə fərq ola bilər təbii ki, çünki eyni arxa plan deyil deyə bu arxa planda çox istədiyimiz kimi görünməyə bilər dizaynımız. Yəni istəsəniz sıfırdan boş bir qara fondan da istifadə edə bilərsiniz. Bu arada arxa fonun rəngini dəyişmək üçün biz page backgrounddan da istifadə edə bilərik. Page background'a daxil olub buradan solid olanı aktiv edirsiniz. Məsələn, qara fon deyək ki, seçirsiniz və arxa fon avtomatik qara rəng tonunda olmuş olur. Həmçinin arxa plana şəkil də əlavə etmək olur. Page background'dan bu zaman bitmap əmrini aktiv edib browse vasitəsilə kompüterin yaddaşından istədiyimiz şəkildə seçə bilirik. Hətta custom size edib buradan ölçü olaraq bütün ekranı tutsun deyə ölçünü daha genişdə saxlaya bilərsiniz ki, belə bir görüntü alasınız. Belə.